Qiyamətin səhnəsi. Adəmdən ta qiyamətə qədər nə qədər insan var, hamına bir dənə sual verir Allah Teala. Bir də cavab verəmir. Sual budur. Limənil mulkəl yol. Mülk kimindir? İqtidar kimə məxsusdur? Həqiqi qüdrət kimə məxsusdur? Mütləq qüdrət kimə məxsusdur? Malik kimdir? Məlik kimdir? Deyin görüm kimdir? Heç kəs cavab verəmir. Bilsən niyə? Axı cavab vermək üçün dil və sən malik olmalısan axı. Allah orada da alır ki, bax, həqiqi malik mənəm, mən izin vermişdim sənə, sən danışırdın. Sən də bu izindən sui-istifadə edib üsyan edirdin. İndi bax, izni aldım, danışa bilmirsən. Danışa bilmirsən, cavab da verəmirsən. Bir dənə kəlmə də deyəmirsən. Düzcə, indi hamınız bildiniz, indi baxın, Allah nə deyir? Özü cavab verir. Limənil mulki əl-yevm, kimindir bu mülk, bu qüdrət? Cavab, lillahil vahidil qəhhar. Vahid olan, qəhhar olan Allaha məxsusdur. Allah özü cavab verir. Özü sual verir, özü cavab verir. Ki, bütün bəşəriyyət anlayır ki, həqiqi malik odur. Ona görə deyib, Məliki yevmiddin, qiyamət günündə maliki sənsən. Burada elə malik odur. Burada sadəcə başa düşmürük. Burada biraz cibimizdə pul olanda elə bizimdir. Bəzən heç Allahın vacibini verəmir. O qədər cibində qalıb ki, bunundur. Orada dilə bilsən nə var? Heç səndir. Hər şey bizdir. Ona Quran-ı Kərimdə bir ayə var. Deyim, mənim verdiyimdən, mənə aid olandan verin. Deyim, bəzi yerlər deyir ki, süzündür. Süzündə açan deyir, sənindir, başqasına nisbət sənindir. Amma məndən nisbətdə səndə nə varsa mənimdir. Min malillah. İnsan bəzən bunu burada başa düşmür. Orada başa düşür. Ki, həqiqi malik odur. Həqiqi məlik odur. Qüdrət ona məxsusdur. Yaxşı.